Hər kəsə salam. Belə gözəl havada nə çatmır? Təbii ki, bir stəkan dadlı, cappuccino dadında kofe. Kofeni mənim dediyim kimi hazırlasaz, bir daha çöldə cappuccino içməyəcəksiniz. Bunun üçün bir stəkana bir çay qaşığı kofe əlavə edirsiniz. Üzərinə dekor qaymaq əlavə edirsiniz. Bu qaymaq bütün marketlərdə satılır. Əsasən şirniyyatlar üçün istifadə olunur. Kofeyə tam həll olununca qarışdırırsınız. Üzərinə bir çay qaşığı şəkər tozu əlavə edirsiniz. Belə qatı hala gəlincə yenidən qarışdırırsınız. İstəsəniz üzərinə isti süd və yaxud mənim kimi su əlavə edə bilərsiniz. Videolarımdan faydalanmaq üçün kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Nəticədə bol köpüklü dadlı kofe alanda zövqünüzə uyğun olaraq şəkər tozunu və yaxud kofenin miqdarını artıra bilərsiniz. Hazırlayacaq hər kəsə nuş olsun və rəylərinizi mənimlə bölüşməyi unutmayın. Hələlik!